Salamlar, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Ayşən müəllim. Bu gün sizlərə insan skeletinin bir şöbəsi olan kəllə skeleti haqqında bir neçə qısa məlumat verəcəm. Daha doğrusu, kəllə skeletində yaranan hərəkətli sümük birləşmələri, yəni oynaqlar və bu oynaqların əmələ gəlməsində iştirak edən sümüklər, onların növ sayı və onların sayı haqqında məlumat verəcəm. Bildiyimiz kimi insanın kəllə skeletində yeganə bir ədəd alt çənə sümüyüdür ki, o hərəkətli sümük hesab olunur. Hal-hazırda alt çənə sümüyünü işarələmişəm və onu siz görürsünüz. Bu sümüyün sayı 1-dir və yeganə hərəkətli sümükdür. Alt çənə sümüyü sağdan və soldan kəllə qapağı sümüklərindən olan gicgah sümüyü ilə oynaq əmələ gətirir və hal-hazırda onu sizlərə göstərirəm. Alt çənə sümüyünün digər çıxıntılı hissəsinə fikir verin, o birləşmə əmələ gətirmir. Buradan da görə bilərsiniz, o birləşmə əmələ gətirmir. Deməli, kəllədə baxın, buradan birləşdi, oynaq əmələ gətirdi, buradan isə birləşmir də. Yəni, buradan skeletə baxanda görsənmir, amma aşağıdan yuxarıdan baxanda onu görmək olur. Deməli, alt çənə sümüyü kəllədə iki oynağın əmələ gəlməsində iştirak edir. Hər iki oynağın əmələ gəlməsində ümumi 3 sümük iştirak edir. Bir alt çənə, deməli, sağdan və soldan 2 gicgah sümüyü. Bu oynaqların əmələ gəlməsində iştirak edən sümüklərin növü alt çənə qarışıq sümükdür. Gicgah sümükləri isə yastı sümüklərə aiddir. Eyni zamanda, əziz abituriyentlər, İnsanın kəllə qutusundan bir hissəsi olan, yəni ənsə sümüyü hal-hazırda burada görürsünüz və kəllə sümükləri bir-birinə tikişlər vasitəsilə birləşib, onların birləşməsi hərəkətsiz sümük birləşməsidir. Baxın, buradan görürsünüz ki, ənsə sümüyü əslində birinci boyun fəqərəsi, yəni atland ilə oynaq əmələ gətirir. Buna kəllə atland oynağı deyilir. Əslində bu oynağın sayı cütdür, 2 ədəddir. Baxın, burada deməli 2 ədəd çıxındı kandil var və o kandil vasitəsilə deməli, ənsə sümüyü ilə birinci boyun fəqərəsi bir-birinə birləşir. Lakin biz bunu bir oynaq kimi götürəcəyik, çünki onların funksiyası eynidir. Sağa və sola kəllənin hərəkətini təmin edir. Yəni, biz dim səviyyəsində, yəni abituriyent kimi bunu bir ədəd götürəcəyik. Onda gəlin baxaq. Deməli, ənsə sümüyü də birinci boyun fəqərəsi ilə atlanto-oksipital oynaq və ya kəllə atland oynağı əmələ gətirir. Deməli, burada da oynaq əmələ gəlir. Bu oynağın əmələ gəlməsində də 2 sümük iştirak etdi. Bunlardan biri ənsə sümüyüdür, yastı sümükdür. Birinci boyun fəqərəsi isə qarışıq sümükdür. Deməli, kəllədə əmələ gəldi 3 oynaq. Bu oynaqların ikisini alt çənə sümüyün vasitəsilə yaranır. Yəni, alt çənə sümüyünün gicgah vasitəsilə birləşməsi. Gicgah ilə birləşməsi. Biri isə ənsə ilə birinci boyun fəqərəsinin birləşməsindən əmələ gəlir. Ola bilsin ki, bizdən soruşar ki, kəllədə yaranan oynaqların əmələ gəlməsində iştirak edən sümüklərin sayı neçə oldu? Ənsə 1, birinci boyun 2, çənə, alt çənə 3, gicgah 2 ədəd oldu 5. Bunlardan neçəsi deyər ki, kəllədə əmələ gələn oynaqların əmələ gəlməsində iştirak edən sümüklərdən neçəsi kəllə skeletinə aiddir. Onda bir dənə burada birinci boyun fəqərəsini biz çıxacağıq. Və yaxud da neçəsi yastı sümükdür. Deməli, ənsə sümüyü yastıdır, 2 gicgah yastı sümükdür. Ümid edirəm ki, anlaşıqlı oldu. Bu da qəbulda sizi gözləyən suallar sırasında ola bilər. Bunu bilmənizdə fayda var. Diqqətiniz üçün təşəkkür edirəm.